gəldin Aysel. Necəsən? Yaxşı, çox sağ olun. Siz necəsiz? İşlərin necə gedir? Yaxşı. Biz yaxşıyıq. Biz belə hər gün efirdə Efirinizə son dönəmlər çox mən bəyənirəm. Əvvəl də bəyənirdim, amma son dönəmlər elə bil ki, biraz da canlanma var. Sayt rəhbərinə nə lazımdır? Mövzu. Sanki mövzular var, hə? Mövzuya görə sanki elə bil ki, biraz canlanma var. İndi elə bil mən yazmaq üçün mənə rahatlıq vermişsiniz. Çox sağ olun. Qalmaqal yoxdur, amma mövzular var. Hər zaman olduğu kimi. Mən keçən səfər də vurğuladım ki, əsas qalmaqal deyil. Əsas verilişdə gözəl templə gedən qonaqlar və aparıcının gözəl diksiyasıdır. Sizdə də o var. Nə gözəl. Belə. İstəyirəm Aysel xanım haqqında. Buyur. Aysel, bayaqdan sənin gəlişini gözləyirik. Mən də Lamiyə xanımda və mənim 2 evladım. Sizi çox istəyirik, çox sevirik. Sənin anan, o gözəl abıçək ananı, mənim bacımı buradan salamlayıram. Çox gözəl ananız var. Allah onu qorusun, Allah onu sənə çox görməsin, səni də ona çox görməsin. Mənim bir arzum var ki, Aysel'in toyun görüm. İnşallah. Necə qızımın toyun görmək Təşkilatçı özüm istəyirəm, alacağım. Aysel'in də toyun görmək istəyirəm. Dedim ha, təşkilatçı özüm alacağım. Allah qoysa, Növbə tutmuşam. inşallah. İnşallah. Allah bütün balaları xoşbəxt eləsin. Xeyir duasını mən verəcəm onun inşallah. Salamat. Gəldi Evren. mənim tamaşamda birinci sırada əyləşdi. Çox gözəl reklam elədi məni. Mənim səhnəyə qayıtışımı çox gözəl vurğuladı. Fatma xanım, sizin reklama ehtiyacınız yoxdur ki. O mənada yox. Biz sizin ətrafınızdayıq. O mənada, Aysel sizin yəni yanınızdadır. ki, qoy tamaşaçı görsün ki, Aysel xanım tamaşaçıya bildirmək istədi ki, artıq Bəli. Fatma xanım səhnəyə Maarifləndirdi qayıdıb. tamaşaçıları. Yəni bunun özü böyük şeydir Çox mənim böyük üçün. şeydir, çox Hamı böyük. mənə zəng elədi. Ay, nə yaxşı Mən də tamaşaymış Xəbər bu. Şovdan Kaş biz də Hasaldan gələydik. oxudum. Özə rus dilində oynadım. Böyle deyir, mən hara, rayon hara, mən hara, rus dili hara. Ты неправильно объясняешь. Сейчас я ему все объясню. Aha. Hə, bəli. İndi gəlmək istəyən o tamaşaya bir də gəlsin, görsünlər. Rus dilini sevişqa kimi nə dər çıxdıyıram. Mükəmməl idi. Mən çox bəyəndim. Əslində bizim Çox düz böyük iş deyirsiniz, gördüm. bəli, bizim borcumuzdur. Borcumuzdur. bəli. Hər kəsin borcudur. Yəni aparıcıların, jurnalistlərin, belə deyək də sənətkarlara, sənətçilərə dəyər vermək borcumuzdur. Mən dəvət olunanda getdim və mən inanmazdım ki, yenidən qayıdışdan sonra Fatma xanım belə necə deyim, cani dildən, belə həvəslə, sanki necə deyim, o çətinliklərdən çıxıb heç gələn getməmişdi. qadın değildi. Elə bir Çox heç bəyəndim, çox necə deyim, ürəklə Sevindi. iştirak elədim. Hə, mən onu mənə və anam deyirəm. Çünki Fatma xanımın adı gələndə mənim ürəyim açılır. Yəni necə deyim, bizi bağlayan bir bağ odur ki, bir-birimizi içdən sevirik. İçdən sevirik. Yəni bizim aramızda belə deyim, vacib. süni istək yoxdur. Etibar var. Etibar var. Nə zaman ayağım büdrəsə ilk sən gedəcəyim ünvan Fatma xanımın ünvanıdır. Dəfələrlə də olub ki, problem olub bəzi hallarda, amma ilk çağırışıma gələn və işimi anında həll edən Fatma xanım olub. Təşəkkür edirəm ona, var olsun. Mən də sənə hər zaman Aysel, yanımda səni olsun. çox sevirəm, çox istəyirəm. Mənzurə xanım. Teatrda, səhnədə Çingiz Əhmədov, Respublikamızın əməkdar artistləri. Salamlayırıq Çingiz buradan Əhmədov, Çingiz müəllimə. onunla Ələkbər Əliyev, ikisi də çox sevindilər. Nə yaxşı bizi Aysel xanım belə çəkib, yəni o mənadakı, yəni reklam İşıqlandırdı, eləyibdi. işıqlandırdı. Heç çox adam bilmirdi ki, elə bir rol oynamışıq, elə bir tamaşa var. Elə mənim üçün də heç kim Şimdi bilmirdi. gözləmirdilər. Fatma xanım yenidən qayıdar. Mən də o qədər sevindim. Hə, şəxsən mən dəvət olunanda o qədər sevindim ki, dedim sevə-sevə gələcəyəm. Ümumiyyətlə eksklüziv xəbərləri Xəbər Şov verir. Bunu yəni danılmazdır. İşinizin özəlliyi bilirsiniz daha çox nədir? Tamaşaçılara şərait yaradırsınız. Belə içdən danışırlar. Baxın, bir tamaşaçının göz yaşı içində Fatma xanımla danışığı, bir gördüm efirdə. illərinə qaytarıb rollarından danışmağı. Bilirsiniz, bu verilişin özəlliyi məsələ bax budur. Sevirəm bu verilişi. Sağ olun ki, tamaşaçılara bu cür şərait yaradırsınız. Təşəkkür Heç edirəm. kim, heç Reklamların kimin. vaxtıdır. Bilirsiniz, bu Haydi, saat bir dəqiqə. belə bir zamana gəlmişik ki, biri xəstələnəndə o birisi sevinir, bu nə yaxşı xəstələndi. Öləndə də deyir, bu nə yaxşı öldü, getdi, canımız dincəldi. Ay, elə eləmin, bizim kimi istedadlar səhnəyə az-az gəlir. Qurban olum, ay tamaşa, ay cəmaat sizə, ay artistlər, ay oxuyanlar. Sənətkarlar az-az gəlir. Əsl sənəti bilən, əsl oxuyanlar, əsl aktyorlar, əsl aktyorlardan gedir söhbəti. Az-az gəlir. Ona görə də bir-birinizi qırmayın, incitməyin.
Mənəm az deyin. Vorzakon kimi danışırlar. Ağıllı ol, nə bilim, kimsiniz siz, qardaş? Mən danışmaq istəyirəm, amma deyirəm nə işimə qalıbdır. Hamısı Vorzakon kimi danışır. Bu ölkənin yiyəsi var, bu ölkənin hüquq mühafizə orqanları var. Siz kimsiniz bir-birinizi televiziyadan hədəliyirsiniz? Bu efirdir. Efirə hörmət eləyin, aparıcıya hörmət eləyin. Aparıcı ilə hörmətlə danışın, özünüzə hörmət eləyin. Bəli. Hamınız kim arxalanıb Vorzakon kimi danışırsınız Belə. siz?